Miridən niyə xoşunuz gəlmir? Nə deyir bəyəm? Deyir bir olaq da. Əgər Allahımız birdirsə, Quranımız birdirsə, dinimiz birdirsə, kitabımız birdirsə, bu birləri qoyub, digər xırdalıqların, təfərrüatların üzərində düşünüb bir-birimizə düşmən olmağımıza dəyərmi? Qulaqları az, diqqətlə dinlə. Sən Allah Subhanahu taalanın kitabında bizə xəbər verdiyi, peyğəmbərlərinə möcüzə olaraq göndərdiyi o möcüzələrin hamısını inkar edirsən. Sən bunları xırdalıq adlandırırsan. Sən Allah Taalanın Peyğəmbər sallallahu əleyhi və səlləmə əmr etdiyi qadın və kişi evləndiyi zaman kəbin kəsmələrini inkar edirsən. Deyirsən ki, kəbin yoxdur İslam dinində. Sən bunu xırdalıq adlandırırsan. Sən qəbr əzabını inkar edirsən. Deyirsən ki, İslam dinində qəbr əzabı yoxdur. Allah Taalanın möminlər üçün hazırladığı nemətlərin bir çoxlarını inkar edirsən. Rədd edirsən, deyirsən ki, bunların heç biri yoxdur İslam dinində. Sən bunları xırdalıq, təfərrüata varmaq adlandırırsan. Sən həcc mərasimində və həcclə bağlı olan əhkamları, qaradaşı, qurbanlıq kəsmək, Səfa və Mərvə arasında qaçmaq, şeytana daş atmaq istehza edirsən və bunları hamısı ələ salırsan və bunları sən xırdalıq adlandırırsan. Sən kimə gəlirsən?